Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Qədr gecəsi 1000 aydan xeyirli. Allahın mərhəmətinin coşduğu, Qur'anın nazil olduğu, mələklərin yerə endiyi, duaların qəbul olunduğu, taleylərin yenidən yazıldığı və günahların bağışlandığı ən mübarək gecədir. Bu gecədə edilən hər bir ibadət, hər bir dua və hər bir zikir digər gecələrdə edilən 83 il ibadətdən daha böyük savab qazandırır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son 10 günü ibadətlə keçirər və ailəsini də oyadardı. Qədr gecəsinin dəqiq vaxtı bir hikmət olaraq gizli saxlanılsa da, İslam dünyasının böyük əksəriyyəti, xüsusilə Əhl-i Sünnə məktəbinin böyük alimləri və imamları bu gecənin məhz 27-ci gecə olduğunu vurğulamışlar. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən yaxın səhabələrindən olan Übey ibn Kəb and içərək bildirərdi ki, o gecə 27-ci gecədir. İmam Əbu Hənifə və digər böyük müctəhidlər də Ramazanın bu xüsusi gecəsini ibadətlə keçirməyin fəzilətini ön plana çəkmişlər. Çünki hədislərdə tək gecələr içərisində 27-ci gecəyə xüsusi işarələr var və İslam ümməti əsrlər boyu bu gecəni ən böyük fürsət kimi qeyd edir. Burada çox mühüm bir məqamı qeyd etməliyik. Bir çox insan Qədr gecəsinin vaxtını səhv salır. Qədr gecəsi Ramazanın 26-cı gününün orucu açıldıqdan sonra başlayır və 27-ci günün sübh namazına, dan yeri ağarana qədər davam edir. Yəni, Ramazanın 27-ci gecəsi 26-cı günün orucu açıldıqdan sonra, gün batandan, iftardan sonra başlayır və 27-ci günün sübh, səhər namazına qədər davam edir. İftarınızı açdığınız andan etibarən sübh azanına qədər olan hər saniyə bizim üçün bənzərsiz bir fürsətdir. Gəlin bu fürsəti qaçırmayaq. İndi bu mübarək 27-ci gecə üçün birlikdə bir dua oxuyaq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Elhamdülillahi Rabbil aləmin. Kainatın nuru, rəhmət elçisi Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləmə, onun pak ailəsinə və səhabələrinə salat və salam olsun. Allahümmə salli alə Muhammedin və alə əli Muhammed. Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed. Kəma salleytə alə İbrahimə və alə əli İbrahim, innəkə hamidun məcid. Allahümmə barik alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed. Kəma baraktə alə İbrahimə və alə əli İbrahim, innəkə hamidun məcid. Ya Allah, sən bağışlayansan, bağışlamağı sevirsən, bizi də bağışla. Allahım, Seyyidül İstiğfar duası ilə sənə sığınırıq. Sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur. Məni sən yarattın, mən sənin qulunsan. Gücüm yetdiyi qədər sənə verdiyim əhdə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Üzərimdə olan neymətlərini və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki günahları səndən başqa heç kim bağışlaya bilməz. Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Allahümmə inni əs'əlukəl afva vəl-afiyyətə fid-dünya vəl-əxirə. Rabbena atina fid-dünya həsənətən və fil-əxirəti həsənətən və qina əzəbən nar. Əstəğfirullahəl azimə və ətubu iləyh. Subhanallah, elhamdülillah, Allahu Ekber, la ilahe illallah. Ya Rabbi, keçmiş bütün günahlarımızı, qəflətlərimizi, səhvlərimizi bağışla. İlahi, bizim dünyaya gəlməyimizə vəsilə olan, bizi min bir zəhmətlə böyüdən ana və atalarımızı bağışla. Onlara xeyirli ömür, can sağlığı ver. Dünyadan köçənlərin məkanını cənnət eylə. Övladlarımızı sənin yolunda sabit qədəm eylə. Onları bizə göz aydınlığı eylə. Evlərimizə ruzi bərəkət, ailələrimizə huzur və məhəbbət bəxş eylə. Rəbbimiz, qəlbi qırıq olanlara təsəlli, borcu olanlara nicat, sıxıntısı olanlara fərəc ver. Xəstəxanalarda şəfa gözləyən hər bir bəndənə öz rəhmətinlə şəfa bəxş eylə. Bizə dua edən və dua gözləyən bütün dostlarımızın, doğmalarımızın diləklərini qəbul eylə. Ya Qədir, Ya Qəhhar, vətənimizi,
Millətimizi hər cür daxili və xarici bəlalardan qoru. Bayrağımızı hər zaman uca eylə. Bu torpaqlar üçün canından keçən müqəddəs şəhidlərimizə ən ali məqamları nəsib eylə. Qazilərimizə xeyirli ömür ver. Dövlətimizi qüdrətli, ordumuzu müzəffər eylə. Ey rəhimli Allahımız, bu gecəni bizim üçün həqiqi bir qurtuluş gecəsi et. Taleyimizi xeyirlərlə doldur. Bizləri Ramazandan tərtəmiz bir qəlblə çıxar. Amin ya Rabbəl aləmin. Allahümmə salli və səllim alə seyyidina Muhammed. Hörmətli izləyicilər, bu duaları gecə boyu təkrar edin. Namaz qılın, Qur'an oxuyun. Allah hamımızın 27-ci gecəsini Qədr gecəsi etsin. Dualarımızı qəbul buyursun, günahlarımızı bağışlasın. Amin. Əziz izləyicilər, bu duaya amin deyərək yaxınlarınızla paylaşın ki, daha çox insanın bu xeyrə şərik olmasına vəsilə olasınız. Gecəniz mübarək, ibadətləriniz qəbul olsun. Vəsselamun aleykum və rəhmətullahi və bərəkatuh.